Azerbaycan'a, Bakü'ye uzanacağız. Biliyorsunuz bölgemiz son yılların en büyük askeri hareketliliğine tanıklık ediyor. Haberlerimizde de ayrıntılı olarak sizlerle paylaşıyoruz. İran, İsrail ve Amerika Birleşik Devletleri savaşı bugün itibarıyla 17. gününe girdi. İsrail, Lübnan'a da bir yandan harekat başlattı. İşte bölgedeki gerilim Ankara ve Bakü'de de alarm seviyesini böylece yükseltmiş oldu. Tüm bunları konuşacağız, değerlendireceğiz. TRT Azerbaycan temsilciliğine uzanacağız. Muhabir arkadaşımız Fatih Avanos, askeri ve güvenlik politikaları uzmanı Adalet Verdiyev'le bu başlıkları bizler için, Türkistan gündemi için değerlendirecekler. Sözü kendilerine bırakalım. İsrail ve Amerika Birleşik Devletleri'nin 28 Şubat'ta İran'a yönelik başlattığı saldırılar artık 16 gün geride kaldı. 17. gündeyiz ve İsrail'in İran'a saldırıları artık bölgesel bir çatışmaya da dönmüş durumda. Bugün Lübnan'a bir kara harekatı başladı ve İran'ın İsrail'e misilleme olarak, karşılık olarak ondan fazla ülkeye atmış olduğu dronlar, füzeler, bölge tam anlamıyla ateş çemberi. Bölgede gerçekten söz konusu çatışmadan olumsuz etkilenen bir ülke yok. Yani etkilenmeyen bir ülke yok. Onlardan ikisi de Türkiye ve Azerbaycan'da. Önce Nahçıvan'a kamikaze drone saldırıları, ardından Türkiye'ye balistik füzelerle saldırılar. Bütün bunları konuşacağız. Askeri ve güvenlik politikaları uzmanı Adalet Verdiyev yayın konuğumuz. Efendim, bir de Güney Kafkasya'dan, Bakü'den bu çatışmalar nasıl görünüyor? Hem onu alalım. 17 gün geride kaldı. Petrol fiyatları bir hopladı, yükseldi, geri düştü, geri yükseliyor. Dalgalı bir seyrediyor. Diğer taraftan altın fiyatları, küresel ekonomi, her şey etkilenmiş durumda. Ticaret yollarıyla birlikte neler söylersiniz? Hazırda dünya indiyə qədər olmadığı çox böyük yanğınlar içindədir. Ətrafımızda həm şimal istiqamətində, həm cənubda böyük müharibələr var və müharibələrin təsirləri təbii ki, həm Türkiyəni, həm Azərbaycanı, həm Körfəz ölkələrini, hansı ki bu müharibənin arzusunda deyildilər, onlara da öz təsirini göstərir. Dediyimiz kimi qlobal bir böhran da yaxınlaşır. Bu böhranın da əsas səbəblərindən biri Hörmüz boğazında baş verən proseslərdir ki, bu proseslər də dünya neft bazarının 20%-nin artıq ixracının dayandırılması ilə nəticələnib. Bir çox körfəz ölkələri özünün əlində olan petrolu satmaq üçün, çıxarmaq üçün yollar tapa bilmir. Bunlarla bərabər eyni zamanda İranın fəaliyyətlərində bugün biz öz düşməni olan İsrail və ABŞ-a qarşı işlədə biləcəyi raketləri, füzələri, dronları bu müharibədə İranı qorumağa çalışan, o cümlədən Türkiyə və Azərbaycana qarşı istifadə etməsi təbii ki, böyük təəssüf hissi doğurur. Azərbaycan İrana humanitar yardım göndərir, onlar isə bizə dron göndərir. Həm də hara dron göndərir? Türkiyə ilə Azərbaycanı, Naxçıvan ilə Azərbaycanın əsas hissəsini bağlayan yeganə tək yolumuz olan Naxçıvan hava limanına. Bir məktəbin də yaxınlığına, okul yaxınlığına da daha bir dron zərbəsi oldu. Nə isə Azərbaycan istiqamətində bunların təkrarını görmədik. İran tərəfinin də bir zəngi ilə Azərbaycan bu proseslərdə öz sınır qapısını açdı. İrandan təxliyə olunacaq 30-a yaxın ölkə vətəndaşları Azərbaycanı ümid qapısı olaraq gördülər. Biz bu müharibənin tamamilə əleyhinə olmuşuq, bugün də əleyhiniyik. Nə Türkiyə, nə Azərbaycan öz ərazisindən İrana qarşı istifadə olunmasına heç bir zaman yol verməyib. Amma Türkiyə ərazisi 3 dəfə müxtəlif vaxtlarda həm də çox dəhşətli ballistik raketlərlə atəş altında salınıb. Bu isə İranda bəzi hərbi rəhbərlikdə, Sepahda təmsil olunan şəxslərin İranın seçilmiş Cumhurbaşqanı ilə eyni fikirdə olmadıqlarını, bəlkə də onun fəaliyyətinin tam əksinə bir addımlar atmaqla
Türkiyəni də bu proseslərə cəlb etmək məqsədi aşkar şəkildə görülürdü. Burada bir müsaadenizle, icazenizle araya gireyim. Şu siz deyince aklıma geldi. Normalde Türkiye ve Azerbaycan bir enerji koridoru, sur koridoru, orta koridor derdik hep haberlerimizde. Şimdi de insani koridor görevini de yapıyor aslında. Dediğiniz gibi hem Rusya'dan İran'a giden insani humaniter yardım, Azerbaycan'ın kömeğiyle, desteğiyle, havalimanlarının açmasıyla, hem Azerbaycan bir başa ilk yardım yapan ülke. Türkiye dediğiniz gibi diplomaside barış masası kurulsun diye uğraşan bir ülke. Tekrar burada Türkiye ve Azerbaycan aslında bir misyonu da ortaya çıkıyor değil mi? Yine bir kez daha. Son 30 ilə baxsaq, Türkiyə və Azərbaycanı, xüsusilə də Türkiyəni təsirləndirə bilən ətrafda ta Balkanlardan başlayaraq Orta Doğuya doğru 30'a yaxın bir müharibə və münaqişələr oldu. Türkiyə bu müharibələrdə yalnız və yalnız öz maraqları çərçivəsində və sərhədlərinin yaxınlığında olan proseslərə müdaxil oldu. Heç bir ölkəyə müharibə arzulamadı. Türkiyənin döyüş gücü imkan verərdi ki, İranın o saldırılarına anında cavab versin. Çünki həm Türkiyənin öz ərazisində olan, həm də hava sistemlərinə inteqrə edilən AES radarları, radiolokasiya sistemləri imkan verir ki, biz orada atəşlərin açıldığı nöqtələri dəqiqliklə təyin edək və biz bu imkanlarımızı dəfələrlə nümayiş etdirmişik. Hər gün təhdidlərlə qarşı-qarşıya qalmaq sonunda bir əks cavab reaksiyası doğura bilər. Biz dünyaya sülhü, təhlükəsizliyi gətirmişik. Azərbaycan Cənubi Qafqazı 30 illik problemindən xilas edib. Türkiyə yaxın və orta şərqdə mövcud olan PKK, PJAK, PYD və s. kimi silahlılardan təmizləyib. Türkiyə son illərdə əldə etdiyi nailiyyətlər Suriya xalqına nələr verdiyinin dünya şahididir. Belə olan halda bizə qarşı bu hücumlar, bizə qarşı bu saldırılar tamamilə yersizdir və arzu edirik ki, biz bu saldırıların günahkarları məsuliyyət daşısınlar. Yoxsa hər yerindən duran bir İran və ya Sepah generalı öz başına bir qərarlar verib münasibətləri pozmağa çalışmasın. Çünki sabah bu müharibə digərləri kimi də nə zamansa bitəcək. Umarım ki, bu gələn ayın ortalarına qədər bu proses yekunlaşar. Amma İranı ölkə olaraq oradakı 10 milyonlarla türkləri kimsə coğrafiyadan köçürəsi deyil. Bu dostluq, qardaşlıq davam edəcək. Bizim də qarşımızı alan proseslərdən biri də İran ərazisində müsəlmanların yaşaması, oradakı soydaşlarımızın orada olmasından ibarətdir ki, biz onları da düşünmək məcburiyyətindəyik. Biz humanitar yardım göndərəndə İrana onları da nəzərə aldıq. Burada bir de bir araya geçtiğimiz hafta Kara Kuvvetleri Komutanı'nın Nahçıvan'a ziyareti vardı. 2 komutan orada hem saldırıları ele aldılar. Bu ne demekti? Bir mesaj taşıyor muydu? Siz nasıl değerlendirdiniz bu ziyareti? Türkiyə ilə Azərbaycan istənilən halda öz fəaliyyətlərini 2021-ci ildə, yəni Qarabağdakı vətən müharibəsi başa çatandan sonra imzalanan Şuşa bəyannaməsi üzərində qurur. Orada hər bir detal tam aşkar şəkildə yazılıb. Bu bəyannamə kimsəyə qarşı deyil, amma kimsə Türkiyəyə qarşı olarsa Azərbaycan həmən orada olacaq və yaxud da əksinə Azərbaycanın qarşısına kim çıxmağa cəhd edərsə daim Türkiyə orada olacaq və biz bunun dəfələrlə nümunəsini görmüşük. İki qardaş xalqın arasına kimsə girə bilməz. Məhz Naxçıvana olan saldırıdan həmən sonra Türkiyə Quru Qoşunları komandanının Naxçıvana səfər etməsi, oradakı ordu korpusunun komandanı ilə görüş keçirməsi bir daha Türkiyənin daim Azərbaycanın yanında olacağı, istənilən vəziyyətdə Azərbaycanı tam həcmdə və bütün platformalarda, istər bu siyasi, diplomatik, ekonomik və əskəri
sahələrdə Türkiyənin Azərbaycanı dəstəkləyəcəyini bir mesajını verdi. Başqa bir sözlə desək, bugün Azərbaycan ilə Türkiyənin münasibətləri kifayət qədər yüksək bir səviyyədədir. İki qardaş ölkənin prezidentləri də hərbi sahədə də, digər səviyyələrdə, yəni bakanlıq səviyyələrində bu əməkdaşlıq kifayət qədər uğurla davam edir. Kimsə ət ilə dırnaq arasına girməyə cəhd eləməsin, kimsə bizimlə, əsəbimizlə oynamasın. Çünki indiyə qədər elə bir savaş, elə bir müharibə olmayıb ki, Azərbaycan və Türkiyə oradan qalib çıxmasın. Çok teşekkür ederiz Adalet Bey. Son mesajlarınız da çok anlamlı ve yerindeydi gerçekten. Bizleri de duygulandırdı. Evet, yaklaşık 17 gündür, hatta aylar öncesinde geçtiğimiz yıl Haziran ayında 12 günlük savaşın ardından devam eden savaşta Mart ayında 17 gün geride kaldığını ifade edelim. Askeri ve güvenlik politikaları uzmanı Sayın Adalet Verdiyev'le de hem Bakü'den bu savaşın, çatışmaların görünüşünü, bölgenin görünüşünü hem de Türkiye-Azerbaycan'ın atabileceği herhangi bir adımı da bu noktada kendisiyle değerlendirdiğimizi ifade edelim. Bakü'de son notlarımız da bu şekildeydi. Artık sözü size bırakalım. Amerika Birleşik Devletleri İsrail-İran savaşında 17 gün geride kaldı sevgili seyirciler. Bugün 17. gün ve Fatih Avanos değerli konuyla birlikte bu savaşı değerlendirdi.